Salam, bugün evde hazırlayabileceğiniz en lezzetli et dönerinin reseptini bölüşürəm. Qeyd edim ki, bu dönərin asıllıq yaratmağından ötürü məsuliyyət daşımıram. Əvvəlcə dönər üçün salata hazırlayaq. Ölçüsündən asılı olaraq 1-2 ədəd xiyar, pomidor və yarım dəstə cəfərini zövqə görə doğrayırıq. Soğanı ikiyə bölüb incə laylay doğrayaq. Acısını çıxarmaq üçün üzərinə bir hoşlamayanlar istifadə etməyə bilər. Hazırladığımız tərəvəzləri bir qabda qarışdırırıq. Ağ sos üçün bir qabda 3 yemək qaşığı yağlı istifadə etdim. 500 qram yumşaq dana ətinə də qapağı bağlı qaynadırıq. Qızardıb qurutmağa ehtiyac yoxdur. Əlavə edib 2-3 yemək qaşığı tomat pastası nəzərə alaraq mən sosu qatı hazırladım. Dönər üçün iri ölçülü lavaşı gördüyünüz ardıcıllıqla ərzaqları əlavə edirəm. İstəyə görə çörək arasında da hazırlaya bilərsiniz. Bu ərzaqlarla bundan qatlayıb vururam. Tavanı azca yağlayıb dardırıq deyə soruşduğunuzu eşidən kim oldum. Çünki bu zaman ilə dönər daha ləzzətli alınır. Ləzzəti, tamı, dadı möhtəşəm. Bununla yanaşı içərisində nə olduğunu, necə və hansı şəraitdə hazırlandığını bilirik. Mütləq yoxlamağınızı tövsiyə edirəm. Videonu like edib, rəy bildirib, yaxınlarınızla bölüşməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.